Herkese salam, kanalıma xoş gəlmisiniz. Tanınmış müğənni Cəmil Əfəndiyev sosial media hesabında nişanlısı ilə birlikdə yepyeni görüntülər paylaşıb. Onların paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Cəmil bu yaxınlarda müğənni xanımla nişanlanıb. Onların bu yaxında nişanı da baş tutub. Nişanda bir çox tanınmış nümayəndələr də iştirak etmişdi. Deməli, buna da qrafinka deyirlər. Bilmirəm, indi başqa bölgələrdə nə deyirlər, biz tərəfdə belə deyirlər. Dostlar, 90-cı illərdə internetin hələ bu qədər aktiv olmadığı dövrdə uşaqlar fiziki hərəkətlərlə böyüyürdü. Bizim uşaqlığımız bu havada keçib. Baxın, evlərimiz bu cür idi. Bu kənddə də, Bədalan kəndində bu gün qonağıq. Və çox xoş hava, atmosfer gördüm mən burada. Bu havanı yaradıblar burada. Hüsniyyənin mətbəxi. Hüsniyyə xanımın əlləri var olsun. Bu yeməkləri də hamısını özü hazırlayıb. Təşəkkür edirəm. Hüsniyyə xanım var olun. Çox sağ olun. Hər zaman xoş günlərinizə gələk. Allah razı olsun. Uşaqlığımızı xatırladıq əslində. O dövr son olaraq biz gördük də. Bizdən sonra doğulan uşaqlar artıq əllərində yalnız telefon, heç bir fiziki hərəkət yoxdur. Amma biz bu hava ilə böyümüşük. Nə yaxşı ki də hələ az da olsa görmüşük də. Amma böyüklərimiz daha yaxşı bilirlər. Hər birimizə nuş olsun. Allah sizi xoşbəxt etsin. Masalının Bədalan kəndi. Mən oxumağa bu kənddə başlamışam ha, Hüsniyyə xanım, oxumağa. Bu kənddə başlamışam və maşallah olsun ki, mənim üçün uğurlu da olur. Allah razı olsun. İnşallah yenə uğurlu olur. Amin inşallah. Hayırlı uğurlu olsun inşallah. Talış mətbəxi. Nuş olsun. Bir yağ zadı az olsa deyirsiniz. Az bulbulum kınan bana şabuli hadli deli dilave oy perişan maka bağı bulbuli hadli deli dilave bana ve onu işte kusama huli hadli deli dilave bana ve onu işte kusama huli hadli deli dilave hadli deli dilave hadli deli dilave hadli deli dilaver hadli deli dilaver Bədalan kəndi.